Allah Taala şək və şübhə olmadan zülm etməz. Heç bir insana, heç bir bəşərə Allah Taala zülm etmir. Yəni əgər bir insan günah etməyibsə, Allah Taala onu yükləməz və ona zülm etməz. Mümkün deyil ki, Allah Taala bir insan əgər bir günah əməl etməyibsə, Allah Taala ona zülm etməsi mümkün deyil. Və bu cür qələmə vermək olmaz Allah Taalanın. Və yaxud da ki, əgər belə qələmə verilərsə, o zaman Allah Taalanı düşmənçilikdə, yəni bir şeyə, bir kəsə zülm etməkdə ittiham olunur. Əgər sən bir kəsə etmədiyi əməli şamil etsən, deyək ki, bir insan günah əməl etməyib, sən o əməli ona şamil edirsənsə, o zaman nə olur bu? Ona zülm etmiş olursan. Əgər bir insan savab bir əməl edibsə, onun etdiyi savablardan mümkün deyil ki, Allah Taala azaltsın. Əgər Allah Taala onun etdiyi əməllərdən, salih əməllərdən, savablardan hər hansı bir şeyi azaldarsa, o deməkdir ki, onda Allah Taala onun haqqını verməyib, zülm etmişdir. Və mümkün deyil ki, Allah Taala yəni bir adam salih əməllər etsin, xeyir əməllər etsin, onun etdiyi salih əməllərinin savabını azaltsın. Belə olduğu halda nə olur? Onda Allah Taalanı zülm etməkdə insan ittiham edər. O baxımdan insan bilməlidir ki, əziz qardaşlar, Allah Taala zalim deyil. Yəni kim günah etmədiyi təqdirdə Allah Taala ona günah yazmaz. Eyni zamanda da Allah Taala edilən savabın heç birini naqisləşdirməz, azaltmaz. Və burada Taha surəsinin ayəsini gətirir müəllif. Allah Taala Quran-ı Kərimdə buyurur ki: "Və men ya'mal minas-salihati və huve mu'minun fela yakhafu zulmen və la hadman." Deməli, bu ayədə Allah Taala buyurur ki, hər kim mömin olaraq salih əməllər edərsə, o nə zülmə uğramaqdan, nə də ki, savabının əskilməsindən qorxar. Deməli, kim salih əməllər edərsə, yəni o nə zülmə uğramaqdan qorxmaz, nə də ki, savablarının azalmasından qorxmaz. Yəni Allah Taala ona bir rahatlıq bəxş edər. Yəni Allah Taala hər haqq sahibinin haqqını verir.